biz alternativ təklif eləsək belə, oxumayandan sonra onlar o alternativi harda görəcəklər? Əslində, məsələn, alternativ təklif yolu ilə formalaşmır. Alternativ ümumi dialoqun, yəni cəmiyyətin ümumi intellektual dialoqundan çıxan nəticələrdir. Yəni, mən tutaq ki, didaktik ədəbiyyatı tənqid eləyib, özüm növbəti bir didaktik ədəbiyyat yaratmağım düzgün deyil. Yəni, mən tutaq ki, indiyə qədər yazıçılar, şairlərimiz, yəni tarixə baxanda, onların hamısı didaktik bir ədəbiyyat yolu ilə gediblər. Yəni, öyüd nəsihət vermək, yol göstərmək, ondan sonrasına yeri gələndə cəzalandırmaq, yeri gələndə tənqid eləmək. Sözsüz ki, bu öz dövrlərinə görə cəmiyyətin düşüncə səviyyəsi o səviyyədə idi və ədəbiyyatı da, tələbat da ona idi. Amma bugün əlimizin altında bu qədər informasiyalar var. Məsələn, tutaq ki, Bakıda oturub Amerikada universitet bitirmək olur. Bəli. Əgər bu qədər geniş informasiyalar varsa, yazıçının, filosofun cəmiyyətə alternativlər, öz subyektiv düşüncələrin alternativ kimi təklif eləməsi, mən bunu doğru yol hesab eləmirəm. Mən hesab eləyirəm ki, cəmiyyətin oxuyan zümrəsi, cəmiyyətin intellektual zümrəsi özü çağımızın mövzuların, xüsusilə məsələn Azərbaycanın sosioloji mövzularının, problemlərin həllinə ciddi ehtiyac var. Məsələn, bu günləri Azərbaycanda ümumiyyətlə sosiologiyaya bir elm sahəsi kimi baxılmayıb. Azərbaycanda demək olar ki, bu gün mikrofon arxasında oturub elmi nöqteyi nəzərdən sosioloji məsələləri həll edən mütəxəssislərin sayı barmaqla sayılacaq qədərdir və bunlar da demək olar ki, məqalələr yazmaqla məşğuldular, elmi məqalələr yazırlar və belə deyək də, marginallaşmış bir zümrəni təqdim edir. Bəli, gəlib podkast eləmirlər, məsələn. Məsələn, siz dəvət eləsəz gəlməyəcəklər. Adam gəlməz. Məsələn, bizdə belə bir Sovet dövründən qalmış bir şeydir ki, elm sahələridir, ondan sonrasında mədəniyyətin müxtəlif sahələridir. Bunlar spesifikdir. Marginallaşmış qruplar var, bir-birləri ilə ancaq şəxsi tanışlıq nəticəsində dialoqa girirlər. O çevrədən kənara çıxmağa ya cəsarət eləmirlər, ya özlərinə yaraşdırmırlar. Məsələn, xalqla ünsiyyətə girməyi, xalqla, öz cəmiyyəti ilə ünsiyyətə girməyi. Məsələn, Azərbaycan alimlərinin çoxu, sosioloqları, indi dediyim o barmaqla sayılacaq qədər olan sosioloqları və yaxud da belə deyək də, o intellektual təbəqəni təmsil edən əksəriyyəti xalqla, öz xalqı ilə ünsiyyətə girməyi özünə yaraşdırır. Yaraşdırır, bəli. Bu da bu Sovet dövrünün, müstəmləkəçilik dövrünün bir mirasıdır. Çünki müstəmləkəçilik dövrü o məktəbləri özünə xidmət etmək üçün yaratmışdı. O müstəmləkəçilik siyasətə marağında deyildi. Bu elm xalqla paylaşılsın. Bu maarifçilik xalqa çatsın. Bəli, o istəyirdi ki, orada bir marginallaşmış bir qrup otursun və içinə aldıqlarında çölə çıxmağa icazə verməsin. Süni elita. Bu günə qədər də bu xətt davam edir. Amma qaldı ki, o dediyiniz alternativlərə istənilən bu gün yazılan romanlarda, bu gün yazılan o mənim dediyim o didaktikadan uzaqlaşmış, o kompüterin arxasında oturub Bakıda Amerika Universitetini bitirən insanları nəzərdə tuturam. Onların yazılarında, hətta Facebook statuslarında, sosial şəbəkə statuslarında oxuyub nəticə çıxardılması, oxuyub alternativ tapılması xeyli mətn var, yazı var. Amma dediyim kimi, bizim dəyərlər sistemimiz hələ İspaniyada o sənaye dövründə olduğu kimi, İspaniyada, İtaliyada olduğu kimi belə deyə o köhnəpərəstliyindən əl çəkməyib deyə bizim yazılarımız hələ özünün belə deyə də legitim haqqını almayıb, tapa bilməyib. Ki tutaq ki, bu yazılardakı təklif olunan yeni dünya Azərbaycan insanı bunu rahat şəkildə qəbul edir. Bir xəstəlik növü var, silloqamaniya. Bu xəstələr silloqamaniya xəstəliyinə yoluxanlar, bunlar köhnə əşyaları ilə vidalaşa bilmirlər.
Məsələn, köhnə pencəklərini ata bilmirlər, köhnə və bunlar bütün məsələn bunun hətta mən bir xarici kanal var idi, ingilis dilli bir kanal var idi. Orada məhz bu cür xəstələrə aid verilişlər gedirdi. Mən oturub baxırdım ona. Bu adamların evi demək olar ki, köhnə əşyaların zibilliyi kimi olur. Və bunlar bu köhnə əşyaların mühitində özlərinin komfort zonasını yaradırlar. Bu köhnə əşyalarla keçirdiyi günlər, o yaşanmışlıq duyğusu bunları psixoloji olaraq rahatladır. Eləcə də belə cəmiyyətlər də var. Özünün köhnə dəyərlərinin içində, arasında özün psixoloji olaraq çox rahat hiss eləyir. Bəli, və özün yeniliyə qapıyır. Bəli. Qapayır. Özünü yeniliyə qapıyır və o köhnə dəyərlərindən əl çəkmək istəmir. Çünki o köhnə dəyərlərdə bunun xatirələri var. Bəli. Yaşanmışlıq özünü duyğusu orada tapır, bəli. Bağlayır onu o köhnə dəyərlərə. Və məsələn, insanlarda bu xəstəlik olduğu kimi cəmiyyətlərdə də var bu xəstəlik. Mənim məsələn bir Azərbaycan ziyalısından gözləntim budur ki, Azərbaycan cəmiyyətin bu xəstəlikdən xilas eləsin. Azərbaycan cəmiyyətini aşılamağı bacarsın ki, bu sənin köhnə dəyərində. Bununla sən gələcəyə gedə bilməzsən. Bu o demək deyil. Məsələn, dərhal mənim oponentlərim çıxış edirlər ki, keçmişi olmayanın gələcəyi də olmaz. Bunlar elə bilirlər ki, məsələn, bir artıq funksionallığın itirmiş dəyərlə vidalaşmaq, keçmişlə vidalaşmaqdır. Mən az əvvəl nə dedim? Az əvvəl dedim ki, 7-ci əsr ərəb mentalitetinə baxanda 7-ci əsr türk mentalitetinə də baxmaq lazımdır. Yəni mən nə təklif elədim? Keçmişi bir nəzərdən keçirmə və oradan indi funksionallığı ola bilən dəyərləri bu günə gətirmək lazımdır. Məsələn, mən yeni yazdığım bir roman var. Yəqin ki, gələn il çap olunacaq, indi redaksiya prosesindədir. Mən o romana bugünkü Azərbaycan adlarından istifadə eləməməkdən ötürü romanın baş qəhrəmanı bir xanım, qızdır, qadındır. Ona ad tapmaqdan ötürü mən getdim ta Hunlar dövrünə qədər ki, qız adları, qadın adları, qədim türk sülalələrində qız adları, qadın adları getdim ta Hunlar dövrünə qədər və orada bir ad xoşuma gəldi. İba deyə bir ad xoşuma gəldi. Hunların, Hun qızının qədim türk tayfalarının içərisində. Və baş personaja bu adı İba adın oradan türk tayfalarının içərisindən o qadının adını oradan götürdüm, gətirdim. İba həm müasir səslənir, müasir dövrə uyğun bir səsdir. Amma həm də belə deyək də 2500 il əvvələ aid bir addır. Yəni biz deyəndə ki, köhnə dəyərlər, o funksionallığın itirmiş dəyərlərlə cəmiyyət vidalaşıb bir balaca qapısını yeniliyə aralamalıdır. Bir yeniliyin də havası dəysin cəmiyyətə. Dərhal o sillaqamaniyadan əziyyət çəkənlər, daha doğrusu o xəstəliklə xoşbəxt olanlar, biz ona əziyyət çəkilmiş kimi o xoşbəxtdir. Əslində o xoşbəxtdir. O qədim köhnə dəyərlərin arasında xoşbəxtdir. Hətta bunların böyük bir hissəsi akademik insanlardır. Yəni elmlər doktorudur, akademikdirlər, professordular. Bunlar dərhal çıxış eləyirlər ki, keçmişi olmayanın gələcəyi də olmaz. Funksionallığın itirmiş dəyərlə vidalaşmaq, keçmişlə vidalaşmaq deyil. Mən onlara ixtisaslaşmış saxta birinci sinif deyirəm. Yəni subyektiv, yəni mənim onlara qarşı mövqeyim budur. İxtisaslaşmış saxta birinci sinifin nümayəndələri, ümumiyyətlə tarix boyu təbəqələşmə bilirsiniz olub və bu qaçılmazdır. Bütün dövrlərdə olub və bu gün də var. Bu gün indi postmodern cərəyanla onu örtbasdır eləməyə çalışdılar ki, yox, elə hamımız eynik. Yəni hər şeydə fərqlilik var və dediyim kimi, yəni qalstuklu mollalar çıxıb filosofluq edirlər. Fəlsəfiyə heç bir aidiyyəti olmayan, hətta teologiyaya belə aidiyyəti olmayan, dini çünki sən rasional, metafizik bazda sən deyək, müdafiə etməyə çalışmaq başqa şeydir. Çünki burada din bir ali fenomen kimi girir də işin içinə. Yəni söhbət İslamdan, xristianlıqdan, şintoizmdən, buddizmdən getmir. Din qavramından gedir. Bunlar din qavramında da deyirlər. Bunlar teoloqda deyirlər, bunlar ilahiyyatçıdırlar. Konkret bir normativlər toplusu var və bu normativlər toplusunu etika kimi, ən yüksək əxlaq kimi, həmin o bayaq dedik ki, ədəb-ərkan. Narrativlər də hamısı folklordan gəlir. O folklordan gəlir, bəli. Eynən siz deyən folklordan gəlir ona. Amma biz məsələni bu lokaldan çıxardıb biraz da qloballaşdırsaq, daha çox inkişaf edən və yaxud da ki, aydınları da içində ehtiva edən bu dəyərlərin olmadığı bəzi cəmiyyətlər var. Məsələn, Norveç, İsveç, məsələn, Yaponiya və s. Və ikinci, üçüncü sinif cəmiyyətlərdə isə azsaylı
istisnalar. Bu istisnalarda da bir qlobal nihilizm cəryanı var. Bilmirəm yaxınlarda qarşınıza çıxdı ya yox. Bir pingvin ayrılır, sürüdən çıxır gedir və nihilizm sözü bütün dünyada ona viral oldu deyirlər də. Yəni nihilizm sözü gündəmə gəldi. Təbii ki, insanların əksəriyyəti bilmir nihilizm nədir. Dərhal ya soruşurlar, ya yazırlar ki, nihilizm nədir? Bu nihilizm özü, yəni mən favorit filosofum Nietzschedir deyə, ən çox sevdiyim belə deyək, Nietzschedir deyə, Nietzsche'nin burada mühüm rolu var. Yəni bu axının yaradıcısı demək olar adama, banisi demək olar. Nihilizm özü düz o nihilizmi sadəcə nihilizm kimi təqdim eləmir. Onun o Ubermensch konsepsiyası var və s. və amma hər halda nihilizmin saf halı ilə götürsək, biz obyektiv baxsaq, bu cəryanı tənqid elədiyimiz kimi nihilizmi də tənqid eləyə bilərik. Çünki nihilizm də bizə alternativ vermir. Yəni yaxşı sonu nədir bunun? Və ya belə bir sualı qoya bilərik ki, ziyalılar üçün, aydınlar üçün nihilizm bir həqiqətdirmi, yoxsa saxta bir əminlikdirmi? Yəni bu yenə deyirəm, skeptik yanaşıram. Artıq bizə, sizə, mənə, bizim kimi insanlara skeptik bir yanaşsaq, bu sizcə nə qədər aktual sualdır? Daha doğrusu bu suala cavabı necə verərdiniz və nihilizm bəşəriyyəti hara götürə bilər? Əgər biz buna ekzistental bir alternativ tapmırıqsa. Mən düşünürəm ki, bu nihilizm, pessimizm, sinizm bu şəkildə və yaxud optimizm falan bunlar cəmiyyətə şamil edilməməlidir. Bu fərdə aid məsələlərdir. Yəni fərdin nihilizmindən ədəbiyyat törəyə bilər, böyük poeziya törəyə bilər. Fəlsəfə törəyə bilər. Məsələn, rəsm, böyük rəssamlar çıxıb bu nihilist axının içərisindən, böyük bəstəkarlar çıxıb bunun içərisindən. Yəni fərdi olanda bu dediyimiz problem yoxdur. Amma bir cəmiyyəti başdan ayağa nihilistləşdirmək o cəmiyyəti məhvə aparır. Xaos aparır. Əlbəttə, ümumiyyətlə istənilən ideologiya, istənilən fəlsəfi, yəni ideologiya dedikdə mən daha çox fəlsəfi düşüncəni nəzərdə tuturdum. Bunlar daha çox fərdə aid bir məsələlərdir. Yəni cəmiyyət başdan başa bir fəlsəfənin tutaq ki, arxasıcan düşüb getsə, o 100% problemlərlə üzləşəcək. Məsələn, tutaq ki, siz fikir verin. Üzr istəyirəm, hər hansısa bir fəlsəfə, hər hansı bir ideologiyanın, hər hansı bir fəlsəfi axının arxasıcan düzür. Yəni cəmiyyət o halda öz varlığını qoruyub saxlayır ki, orada rəngarənglik olur. Bəli. Yəni nihilizm böyründə bir dənə də optimist olur. Nə bilim, pessimistin böyründə bir dənə də məsələn, ekzistentalist olur. Yəni cəmiyyətin inkişaf istiqaməti rəngarəngliyə bağlı olan bir şeydir. Cəmiyyəti bir monotonlaşdırmaq, istər nihilizm olsun, istər tutaq ki, digər olsun, optimizm olsun. Məsələn, kommunizm bütün cəmiyyəti optimistləşdirmişdi. Axırı nə oldu? Bir pafos, bir mədəni pafos, bir tutaq ki, elmi pafos, bir publisistik pafos, bütün o Sovet İttifaqını bürüdü. O pafos çəkiləndə məlum oldu ki, yerdə heç nə yox imiş. Böyük yalan imiş. Böyük bir xarabalıq qaldı. Sovet İttifaqının yerində nəhəng bir xarabalıq qaldı. Mədəni xarabalıq, əxlaqi xarabalıq, vicdani xarabalıq, elmi xarabalıq. Bəli. Pafosla ki, o optimist, o kommunist ideologiyası ki, bütün fərdləri özünə tabe tutmuşdu və bunu tələb eləyirdi ki, belə olmaq lazımdır. O çəkildi, baxdıq, gördük ki, nəhəng bir mədəniyyət xarabalığı qalıb, nəhəng bir dövlət xarabalığı, imperiya xarabalığı qalıb. Məsələn, 90-cı illər, 89, 90, 91, 92-ci illər, 93-cü illər. Mən o dövrü, belə deyək də, ağlım kəsən dövr idi mənim. Və təsəvvür eləyin ki, Sovet imperiyasından qalan elə bir dəyər yox idi ki, insanlar əl atıb ondan yapışsınlar və o qopub düşməsin. Qopub tökülməsin. Belə bir o qədim filmlərdə olur, bir qəsrə girirlər, cürbəcür vazalar, küpələr o dövrdən qalıb, toxunan kimi uçub dağılır, tökülür. Təsəvvür edin ki, Sovet dövrü dağılanda bütün dəyərlər, o pafosun, o optimist pafosun yaratdığı bütün dəyərlər həmin o qədim qəsrdəki o küpələr, vazalar kimi idi. Toxunan kimi uçulub dağılırdı. Və bu bir sahədə deyildi. Niyə görə? Çünki burada fərdlərə ikinci, üçüncü seçim alternativ saxlamamışdılar.
Dırnaq arası Sovet disiplin insanı və bərabərlik. bəli, doğulan kimi o passivizmlə, üzr istəyirəm, pafosla yemləndirilirdi. Balaca yaşlarından, pioner yaşlarından, məsələn, mən o 3-cü qalstuku taxmışam. Lenin pioneri olmuşam da, 6-cı, 7-ci sinifə qədər, sonra yığışdırıldı. Yəni, mən o dövrü də xatırlayıram, o bizi necə pafosla böyüdürdülər ki, həqiqətdən uzaqlaşdır, gerçəklikdən uzaqlaşdırılmaq. Əslində, indi kommunizm bilirsiniz də, dinin içindən çıxır. Hətta bəzi tənqidçilər kommunizmi Allahsız İslam adlandırır. Yəni Allahsız din. Yəni çünki dialektik fəlsəfə indi bilirik də bu adamlar əslində tanrı və din anlayışını rədd etmiş insanlardır, amma özlərinin disiplini nəticədə din fenomenidir. Dinin fenomeni. Əslində məsələn o dinin özündə də bir pafos var. Məsələn, dinin özünün də pafosu səni gerçəklikdən uzaqlaşdırıb tanrı ilə belə deyək, özünü ifadə eləməyə, tanrı ilə gerçəkliyi görməməyinə səbəb olur. Reallığı görməməyinə səbəb olur. Yəni səni bir mistik dünyaya götürür. Mistik dünyaya. O mistik dünyanın pafosu ilə, o mistik dünyanın abu havası ilə təcrid eləyir. Bəli, sən orada gerçəklikdən uzaqlaşırsan, reallıq hissini itirirsən. Yəni kommunist ideologiyası da təxminən öz vətəndaşların bu şəkilə salmışdı. O dediyiniz məsələ tamamilə fərdi məsələdir. Yəni cəmiyyəti bir düşüncənin, bir ideologiyanın, bir hansısa fəlsəfi axının belə deyək də üzvlərinə çevirmək olmaz. Burada çalışmaq lazımdır ki, məsələn, tutaq ki, bir mənim düşüncəmin yanında sizin də düşüncə olsun. Bizim ikimizin düşüncəmizin yanında bizə əks olan və yaxud bizə alternativ olan başqalarının da düşüncəsi olsun. İnkişaf və rifah bu şəkildə mümkündür. Bu arada kapitalizm iqtisadi mənada kapitalizm bunu təmin elədi. Ona görə də uğurlu oldu və görürsüz neçə əsrdir də öz dominantlığını hər nə qədər çoxları sevməsə də, tənqid eləsə də kapitalizm uğurludur və daha yaxşısı gələnə qədər ən yaxşıdır. Yəni ən azından iqtisadi mənada biz bunu deyə bilərik. Çünki o müxtəlifliyi, mən həmişə deyirəm ki, bu bəzən deyirlər ki, məsələn, filan ölkədə belədir ya bizdə elədir. Deyirəm ki, bu kapitalizmin problemi deyil. Adam Smith'in, David Ricardo'nun problemi deyil. Yəni o sənə deməyib ki, sən məsələn, indi bu düzü nisbi yanaşmadır, amma hər halda da tutaq ki, mən sənin pulunu oğurlamışam və yaxud da səni hardasa aldatmışam, hansısa bir mübadilə prosesində. O kapitalizm mənə deməyib ki, şərəfsizlik elə, əxlaqsızlıq etdi, yalan danış. Kapitalizm mənə deyir ki, azad bazar iqtisadiyyatı, özəl mülkiyyət, sərbəst rəqabət. Yəni Akşin Yenisey bu fincanı sata bilər. Cavanşir də bu fincanı sata bilər. Buyurun, rəqabət, bu meydan, bu da şeytan. Kapitalizm bunu deyir. Kapitalizm demir ki, Cavanşir Akşinin deyək ki, malına göz diksin və yaxud da onu hansısa bir mübadilə prosesində aldatsın. Yəni insanlar öz o əxlaqi baxımdan degradasiyasını da kapitalizmə yükləyərək bir növ özlərində təsəlli tapmağa çalışırlar. Nəysə, mövzumuz kapitalizm deyil. Yəni demək istədiyim odur ki, siz dediyiniz müxtəlifliyi və o müxtəlifliyə tolerant yanaşmanı əslində kapitalizm, mən bəzən dostlarıma deyirəm ki, deyək ki, hansısa bir kommunist partiya gəlib hansısa bir kapitalist ölkədə fəaliyyət göstərə bilər, çıxar məclisə, milli məclisə belə deyək də narrativlər paylaşa bilər. Amma tam %100 kommunist olan bir ölkədə düşün ki, hansısa bir kapitalist və yaxud da ki, alternativ fikir ifadə edənlər gəlib azad bir şəkildə partiya qurub ciddi bir şəkildə rəqabət aparırlar. Bu mümkün deyil. Əslində indi elə kapitalizmin özünün də bir böhran keçirdiyi, yəni sizin fikriniz belə yığcam ifadə eləyəndə belədir ki, kapitalizm özünü demokratiya ilə möhkəmləndirmişdi. Neoliberal dəyərlərin ortaya çıxması və söz və fikir azadlığının, insan haqlarının, qadın azadlıqlarının, müstəmləkəçilik, kolonializmə alət edilməsi artıq kapitalizmin də bir böhran içərisində böhranı gətirib çıxartdı. Gətirdi, bəli. Mənim düşüncəm deyil. Bu mən Avropa, müasir Avropa filosoflarının, tədqiqatçılarının yazdıqlarıdır. Razıyam. Bu gün artıq kapitalizm özü öz dəyərlərinin, o artıq ki müstəmləkəçilik alətinə çevirdilər o dəyərləri, söz və fikir azadlığı. Məsələn, tutaq ki, biz səs çoxluğu kimi başa düşürdük demokratiyanı, amma ixrac olunmuş demokratiya küy çoxluğu oldu.
Küt çoxluğu, bəli. Oxlokratiya oldu. Biz Demagogiya oldu. Bəli. Yəni biz düşünürdük səs çoxluğu ki, demokratiyada səs çoxluğu belə deyək də ciddi bir dəyərdir. Amma bizə ixrac olunanda məlum oldu ki, bu səs çoxluğu deyilmiş. Bu küy çoxluğuna çevrildi. Və bu artıq demokratik dəyərlərin yox, kapitalizmin böhranıdır. Demokratik dəyərlər. Çünki özünə sütun olaraq deyirsiniz demokratiya. Çünki onu alətə çevirdi. Onu yeni müstəmləkəçiliyin bir alətinə çevirdi. Məsələn, tutaq ki, bu gün belə deyək də torpaq işğal eləmək, bir ölkəni işğal eləmək önəmli deyil. Bu gün işğal siyasəti insanlar üzərindən aparılır. Sosial şəbəkə üzərindən aparılır. İnformasiya gəldi ki, Fransa 15 yaşına qədər olan vətəndaşlarının, azyaşlıların və yeniyetmələrin sosial şəbəkələrə girişin məhdudlaşdıracaq qərar qəbul edib. Mən araşdırdım ki, bu qərarı niyə qəbul ediblər? Yəni nəyə görə bu qərarı qəbul ediblər? Məlum oldu ki, Çin və Amerika belə deyək, müstəmləkə siyasətinin Fransada yaygınlaşmaması üçün. Yəni fransız insanını Amerikanın və Çinin işğalından qorumaqdan ötürü, elektron işğalından deyə də belə. Mədəni və elektron. Onlayn işğalından. Qorumaqdan ötürü 15 yaşına qədər fransız vətəndaşların sosial şəbəkələrə girişi məhdudlaşdırırlar. Yəni Fransa bilirsiniz də, bu demokratik dəyərlərin beşiyidir. Bəli. Demokratik dəyərlərin, liberal dəyərlərin beşiyində belə artıq bu məsələ ciddi müzakirə olunur və qərarlaşdırılır. Amma biz məsələn tutaq ki, hər şeyin önünü açmışıq. Tutaq məsələn bu gün Azərbaycanda kütləvi problem yaradan məsələ bu Amerika kültürünün Azərbaycana belə deyək də təsiridir, gəlişidir. Kütləvi mədəniyyətin Azərbaycana gəlişidir. Populyar mədəniyyətin. Bəli, bir Hollywood gülüşü deyilən bir gülüş var idi. Ağzını timsah ağzı kimi açıb bütün dişlərini göstərmək. Bizim kültürə yad bir mən belə deyək də hamının başa düşdüyü şeydən yapışıram ki, bəlkə bir faydamız oldu da. Məsələn, bu bizim kültürə yad bir görkəmdir. İstər kişi olsun, istər qadın olsun. Bizdə ağzını cəhənglərə qədər açıb gülmək deyə bir mədəniyyətimizdə, kültürümüzün heç arasında bir şey yoxdur. Amma bu çox rahat şəkildə gəlib və bunu insanlar Hollywood bu gülüşü xoşbəxtliyin şeyi kimi, ifadəsi kimi belə deyək, sırıyırdı, rəmzləşdi, simvollaşdırmışdı. Azərbaycanda xoşbəxt olmayan insanlar belə bu gülüşlə xoşbəxt olduqları algısını yaradırlar digər insanlardan. Və yaxud bu Instagram şəkilləridir, sosial şəbəkələrdə o baş verən hadisələrdir də. Məsələn, insanların bir xoşbəxtlik acgözlüyü hadisəsi yaşanır da. Məsələn, o bayaq dediyim Çulhan buna Almaniyada bu proses orada artıq belə deyək də özünün çox dərin təsirlərini göstərməyə başlayır. Bu yaxınlarda mən bir dostumuzla söhbət eləyirdim. O deyir ki, artıq Almaniyada kişilər qadınlarla nicaha girmirlər. Yalnız müqavilə ilə evlənirlər. Yəni nikah anlayışı artıq müqavilədir. Sıradan çıxıb. Yəni qadınların o belə deyək də Hollywood gülüşü, o yalançı xoşbəxtlik ideyaları, arzuları o qədər şeyi korlayıb ki, o Avropa dəyərlərini korlayıb ki, kişilər artıq ehtiyat eləyirlər. Yəni müqavilə əsasında, ailələr müqavilə əsasında qurulur. İndi almanlar belə deyək də o elit təbəqə bunu qarşısını almağa çalışır ki, biz necə eləyək ki, bizim ənənəvi ailə modelimiz qorunsun da, yəni həqiqi duyğularla insanlar bir-birlərinə bağlansınlar. Müqavilə ilə bu olan iş deyil axı. Və o dediyim Alman filosofu Çulhan belə bir şey yazır. Yazır ki, deyir ki, bugün insanların azadlığı və xoşbəxtliyi də bir layihə şəklindədir. Yəni biz xoşbəxt olmaq üçün, özümüzü azad hiss eləmək üçün layihə hazırlayırıq. Özümüzdən layihə hazırlayırıq.
Bir xoşbəxtlik layihəmiz var, hərəmizin bir dənə. Qadınlı, kişili. Biz necə etsək, bu layihəni icra etsək, özümüz xoşbəxt ola bilərik. Amma yerdə qalanlar onlar özləri bilərlər. Zəhmət çəksin, o da getsin bir layihə hazırlasın. Bəli. Bu da bir layihə hazırlasın. Bəli. Və cəmiyyət əxlaqi nöqteyi nəzərindən bir xaosa sürüklənir. Bəli, anarxiyaya sürüklənir. Anarxiyaya sürüklənir. Yəni biz layihələr şəklində, məsələn mənim yazılarımın birində də var idi. Mən onu ayrı bir şəkildə yazmışdım. Bu filosof oxuyanda gördüm ki, fikirlərimizdə nə qədər bir-birimizi tanımasaq da, oxumasaq da oxşarlıq var. Mən yazmışdım ki, bu gün Azərbaycan insanı evdən çıxanda cibində artıq bir azadlıq və xoşbəxtlik siyahısı ilə çıxır. Azadlığın və xoşbəxtliyin siyahılaşdırıb. Bu olmalıdır, bu olmalıdır, bu olmalıdır, bu olmalıdır ki, mən xoşbəxt olum. Bu olmalıdır, bu olmalıdır, bu olmalıdır ki, mən özümü azad hiss eləyim. Və o olmalıdırlar hamısı cəmiyyət həyatımıza uyğun olmayan və cəmiyyət həyatımızı da korlayan şeylərdir. Bir insanı xoşbəxt eləyə bilən şeylərdir. Əslində o xoşbəxtlik də o Schopenhauer'in bir sözü var idi. Deyirdi ki, o düzdür. Qadınlar haqqında deyirdi, amma bu sözü indi kişilərə də aid eləmək olar. Schopenhauer qadınlar haqqında deyirdi ki, qadınlar üçün hər şey şəxsi və müvəqqətidir. Bu siyahıda mənim o yazdığım o azadlıq İndi kişilər də daxil. Hə, indi kişlərə də aid eləmək bu sözü ki, hə, yəni kişilər üçün də artıq hər şey şəxsi və müvəqqətidir. Və bu siyahıda mənim dediyim o xoşbəxtlik və azadlıq siyahılarında bax bu şeylərin adları yazılıb. Şəxsi və müvəqqəti olan şeylərin adı yazılıb. Cəmiyyətdə bu mənada bəzən, məsələn, biz indi xoşbəxtlikdən siz danışdınız, az öncə nihilizmdən danışdıq, ondan əvvəl sxolastik fəlsəfədən və sair teologiyadan. Əgər və eyni zamanda qeyd etdik ki, bəzi məsələlər artıq subyektivdir, cəmiyyətlə əlaqəli deyil. Əgər belədirsə, bunu ümumiləşdirsək, Azərbaycanın da mövcud vəziyyətini nəzərə alsaq ki, Azərbaycan xalqı indi bu yaxınlarda Mirşahin bəy bir söz dedi, Azərbaycanlıq qavramını itirir yavaş-yavaş. O qara güruhdan dərhal ona hücum olundu, amma mən xarici ölkələrdə də bunu müşahidə etmişəm, öz ölkəmizdə də müşahidə etmişəm ki, insanların mütləq əksəriyyəti həqiqətən bu qavramdan çox uzaqdılar. İnsanlar özlərini tanımırlar. Bu fəlsəfi mənadan gedir də təbii ki, söhbət. Yəni hansısa bir küçədə bir vətəndaşa bunu deyirsən mən şəxsiyyətimə təhqir edirsən, amma özlərini tanımırlar. Söhbət sadəcə burada tarixi bilikdən getmir ha. Ümumən, yəni tutaq ki, rus dilində danışmaq, ərəb mentalitetini mənimsəmək, deyək ki, hansısa bir din üzərindən, məzhəb üzərindən tutaq ki, hansısa bir fars təəssübkeşliyi etmək, Hollywood üzərindən hansısa bir amerikançılıq etmək və yaxud da incəsənət üzərindən hansısa bir fransızçılıq etmək. Belə qəribə bir şəkildə, o qarışıq bir şəkildə də, yəni həftəbecər bir. Bəli, həftəbecər bir şey ediblər. Bəli. Yəni axşam adam məsələn 3 cümlə qurub və o 3 cümlədə deyək ki, toplamda 20 söz varsa, bu 20 sözün 8-i başqa-başqa dillərdədir. Əgər biz subyektiv olaraq bir xoşbəxtlik axtarırıqsa, 20-ci əsrdə məşhur bir psixiatr var, bilirsiniz, bu Viktor Frankl. Adam yaxşı tədqiqatçıdır, həm də psixoloq deyil, işin elmi tərəfində də, yəni psixiatrdır. Onun maraqlı tədqiqatları var, maraqlı kitabları var. Bu kitablarda nəyi yazır bu? Təbii ki, pasiyentləri ilə başına gələnlər, bunun elmi tərəfi, özünün təbii ki, interpretasiyası. Bu adam kimləri, hansı xəstələri, hansı pasiyentləri müalicə edir? Birinci sinif ölkələrdə nihilistləşən, həyatın mənasını itirən, mənəvi dəyərləri, əxlaqı degradasiyaya uğrayan və intihara meyilli və yaxud da ki, ağır depressiyada, intihar eləməyib, amma yaşaması ondan yaxşıdır, belə deyək. Bu pasiyentlərə heç nəyə inanmayan, belə deyək, pessimist pasiyentləri müalicə etməklə məşğuldur adam. Nədir adamın burada deyək rolu? Adam sadəcə bir həkim kimi yox, eyni zamanda bir filosof kimi bunlara anlam təqdim edir. Ki, yəni siz bu və ya digər, məsələn, buna inanaraq mənalar təqdim. Bəli, mənalar təqdim edir ki, qardaş seç yəni. Get namaz qıl, xoşbəxt ol. Get qadınla, məsələn, qadını sev, xoşbəxt ol. Get əsgər ol, vətənə müddətsiz xidmət elə, xoşbəxt ol. Get kitab oxu. Məsələn, ancaq kitab oxuma get, ancaq rəsm çək məsələn. Yəni bir yol tap və onu həyatının mənasına çevir, mərkəzə qoy və o uğurda da təbii ki, yaşa. Bu qədər sadə. Hər bir insan əslində o siz dediniz, bu artıq subyektivdir. Zaten kiçik bir qismdir bu, nihilist qism. Hər bir insan özünü o mənanı tapmalıdır. Nihilizmlə, pessimizmlə biraz çox danışdıq, amma mən düşünürəm ki, bu
cəmiyyət özü öz səhvlərini də sonradan görür. Məsələn, bayaqlar dedik ki, bugünkü insanlara alternativlər təklif eləmək əslində insanların bizim düşündüyümüz və yaxud o həqiqi intellektualların, həqiqi filosofların dövrü həmişə özlərindən sonra gəlir. Yəni bizim cəmiyyətimiz bugünkü cəmiyyət deyil. Mən özümü biraz çox böyütmək istəmirəm. Tutaq ki, Voltaire'in cəmiyyəti 300 ildən sonra yaşadı. 300 il. Diderot'un cəmiyyəti 300 ildən sonra yaşadı. Nə bilim. Nietzsche bugün dəyərlidir. Axundovun cəmiyyəti, məsələn, bəlkə də mən düşünürəm ki, hələ də biz Axundovun cəmiyyətində yaşamırıq. Axundovun cəmiyyəti bəlkə hələ də gələcəkdə. Bəlkə də yox, məncə elə həqiqətən yaşamır. Yəni bu günlər ki, bu qədər ki, belə deyək, Axundovun dövründən də betər cəhalətə meyilli, cəhalətdə özünü xoşbəxt edən insan varsa, bu qədər say çoxluğu varsa, bu o deməkdir ki, hələ də biz Axundovun cəmiyyətində gəlib çatmamışıq. Cəlil Məmmədquluzadənin və yaxud Üzeyir Hacıyevin cəmiyyətinə gəlib çatmamışıq. Ona görə də buna tələsmək nə qədər faydalı olardı və gözləmək nə qədər faydalı olardı. Mən düşünürəm ki, bu təkamül yolu ilə, yəni intellektual inkişaf da, zehni inkişaf da, o da təkamül yolu ilə baş verir. İnqilabi yol burada da bizi irəli ata bilməyəcək. Çünki bu məsələlər kültürün dəyişməsi, kültürün yenilənməsi inqilabi yolla daha bərbad bir reallıq ortalığa çıxardır. Məsələn, biz Sovet toplumunda, Sovet kültüründə bunu gördük. O belə deyək də, o klassik dəyərlərin hamısını geriyə itələmək və onun yerinə ateist, kommunist ideologiyasının dəyərlərini gətirmək. Biz gördük ki, onların elə cəmsi imperiya ölən kimi o dəyərlər də öldülər və cəmiyyətlər özlərinə başqa yollar axtarmağa başladılar. Ona görə də mən düşünürəm ki, bu təkamülü yoluna sadiq qalmalıyıq. Öz yazılarımızı, öz fikirlərimizi yazmalıyıq və belə deyək də, o kitabların cəmiyyəti gec-tez yetişəcək. Yəni o kitab biz yox, bizim yazdıqlarımız öz cəmiyyətini yetişdirəcək. Yenə də deyirəm, burada söhbət tək məndən getmir. Bu gün həqiqətən də Azərbaycanda fəlsəfə ilə məşğul olan, Azərbaycanda sosiologiya ilə məşğul olan, Azərbaycanda ədəbiyyatla məşğul olan o azsaylı intellektuallar ki var, o kiçik bir qrup ki var, onların yazdıqları kitablar, yazdıqları əsərlər yetişdirəcək o cəmiyyəti və buna da bir nümunə deyim. Ludoviki həbs eləyirlər və boynu vurulacaq. Bu həbsxanadadır. Həbsxanada istəyir ki, mənə kitablar gətirin oxuyum və buna Voltaire'in kitablarını aparırlar. Diderot'un maarifçilərini, öz dövründəki maarifçilərin kitabını aparırlar. Bu Voltaire'in kitablarını başlayır oxumağa və həbsxanada bir söz deyir. Deyir ki, mən kral olanda bu adamın kitablarını oxusaydım, mən indi həbsxanada olmazdım. İndi ona görə də bizim indiki cəmiyyətimiz yəqin ki, o sözü demək imkanı olmayacaq. Çünki o dövrə gedib çıxmayacaq. Amma bu indiki cəmiyyətin övladları, bu indiki cəmiyyətin belə deyək də, nəsilləri o cəmiyyətə, o gələcəyə gedib çıxacaqlar. Biz bu gələcəkdən ötürü yaşamalıyıq. Mən yəni demək istədiyim budur. Təşəkkür edirəm Akşin bəy. Mən təşəkkür edirəm dəvət üçün. Ümidvaram başqa mövzularda da növbəti rubrikalarımızda sizinlə görüşərik. Görüşərik. Bu günlük bu qədər.